Salam dostlar. Dünən Vaşinqtonda İlham Əliyevin mühafizəçilərinin mühacirlərin döydüyünü görmüşsünüz. Bir qrup mühacir İlham Əliyevin yaşadığı, qaldığı otelin qarşısında etiraz aksiyası keçirib. Siyasi məhbuslara azadlıq tələb edib. İlham Əliyevin quduz itləri, İlham Əliyevin quduzlaşmış mühafizəçiləri aksiya iştirakçılarına hücum edib, onları döyüb, onlara xəsarət getirib. Xəsarət getirənlərin içində bizim bu tanınmış, məşhur siyasi liderlərdən olan Tofiq Yaqublu'nun oğlu da var. Bilirsiniz, Tofiq Yaqublu özü də həbsdədir və Rəhim bəy digər siyasi məhbuslarla bərabər öz atasına azadlıq tələb etmək istəyir. Amma vəhşilik baş verdi, İlham Əliyevin mühafizəçiləri hücum etdi bu adamlara. Bugün Amerika Birləşmiş Ştatlarının prokurorluğu məsələ ilə bağlı Washington Post'un sorğusuna cavab verir. Prokurorluq deyir ki, insident araşdırılacaq və hüquqi qiymət veriləcək. İlham Əliyev elə bilir ki, Trump tərəfindən qəbul olunursa, o Amerikada hər şey edə bilər. Amma əslində dünən baş verənlər yalnız mühacirlərə qarşı törədilmiş vandalizm aktı deyildi. Bu həm də Amerika cəmiyyətinə, Amerika hökumətinə, Amerika qanunlarına tüpürmək deməkdir. Bu həm də Trump'ın üzünə tüpürmək deməkdir. Və Trump belə şeyləri bağışlamayacaq. İlham Əliyev hesab edir ki, bu Trump'ın yanına gedib, Qəzzadakı o sülh təşkilatına üzv olub, Trump'ın dedikləri hər şeyi edir, pul verir həmin qurum üçün və bunun əvəzinə istədiyini edə biləcək. Yox, xeyr, elə deyil. Trump da İlham Əliyev kimdir? Trump da qulları sevir, kölələri sevir. İlham Əliyev könüllü köləliyi qəbul edib Trump'ın qarşısında. İndi ağası tərəfindən cəzalanacaq. Özü də çox ciddi şəkildə cəzalanacaq. Sizə bir xatırlama edim. Bir təxminən 10 il bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyip Erdoğan'ın da mühafizəçiləri Amerikada eyni qələti etmişdilər. Və Trump gələnə qədər bax bu etdiyi özbaşınalığı, etdiyi qanunsuzluğun altını çəkdi Erdoğan. Amerika onu çox ciddi şəkildə cəzalandı. İndi İlham Əliyev də 10 ildən artıq idi ki, Amerikanın yanında böyründə fırlana bilmirdi. İmkan vermirdilər. İndi gedib orada Trump üzünə gülüb elə bilir ki, hər şey eləyə bilər. İlham niyə azğınlaşıb? İlham niyə belə əsəbləşib? Əsas məsələ Emin Hüseynovun İlham Əliyev və Mehriban Əliyevi Münhen Təhlükəsizlik Konfransında ünvanladığı suallar idi. Həm Mehriban Əliyeva, həm İlham Əliyev Emin Hüseynova cavab verərkən bütün dünyanın gözü qarşısında özlərini biabır elədi. İlham Əliyev iddia elədi ki, azad mətbuat yoxdur dünyada. Bu, dünyanın çox böyük, nəhəng media qurumlarını təhqir etmək deməkdir. Və yalandır. Ən azından İlham Əliyev özünə kölə olmayan, özünə qul olmayan, müstəqil olan 40-a yaxın jurnalisti həbsxanaya salıb. Elmar Hüseynovu öldürüb. Rafiq Tağını öldürüb. Rasim Əliyevi öldürüb. Bu adamlar müstəqil jurnalistlərdir və İlham Əliyev tərəfindən qətlə yetirilir. Rauf Mirqədirovu Türkiyədən oğruyub, məni Gürcüstandan oğruyub. Və heç kəsin qarşısında nə Rauf Mirqədirov, ya mən cavab daşımırıq. Heç kəs bizim üzərimizdə deyil. Heç kəsin mediasında onun, İlhamın jurnalistləri kimi və sifarişli yazılar yazmamış. Heç bir zaman. Mehriban Əliyev isə ümumiyyətlə nə vəzifəsindən, nə qadınlığına yaraşmayan bir cavab verir. Küçə adamı kimi. Və bildiyiniz küçə qadını kimi. Ki, sən arvad paltarı giyinmişdin. Və bu cavabı, bu sözü deyən adam vitse-prezidentdir və o adamın başı çatmır ki, əgər jurnalist hətta arvad paltarı giyinib səfirlikdə gizlənirsə, deməli təhlükədədir. Deməli, onun yaşadığı ölkədə hakimiyyət qanikandır, onun yaşadığı ölkədə diktatura var. Emin Hüseynov qadın paltarında belə gizlənmiş olsaydı, kimdən gizlənirdi? İlham Əliyevdən. Jurnalist nəyə görə gizlənməlidir? Jurnalist o halda gizlənir ki, həyatına təhlükə var. Və İlham Əliyev
Emin Hüseynov üçün təhlükə törədirdi. O hadisədən öncə iki dəfə Emin Hüseynovun həyatına sui-qəsd eləmişdi. Emin Hüseynovun iki işçisini döymüşlər ona qədər. Və Emin ölkədən çıxandan sonra İlham Əliyev Ratinin yeni təyin olunmuş, yeni seçilmiş direktoru Rasim Əliyevi xəstəxanada qətlə yetirdi. Hələ də o məsələnin üstü açılmır. İlham Əliyevi qəzəbləndirən mühacirlərin Avropada onu qarşılamasıdır, ona diktator deməsidir. Almaniyada biz onu bir neçə dəfə qarşılamışıq. Münhendə qarşılamışıq, həmin Münhen təhlükəsizlik konfransında. Onda İlham Əliyev öz əxlaqına uyğun olan bir adam vardı. Münhendə Azərbaycan Mədəniyyət Evinin rəhbəri ən alçaq sözlərdən istifadə edirdi. Onun İlham Əliyevin ailəsinə uyğun danışırdı həmin adam. Bizə qarşı. Küçə söyüşlərindən istifadə edirdi. Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru. Polis gəldi, tutdu, danaboyun eləyib apardı həmin hadisə yerinə. Biz İlham Əliyevi kanslerin ofisinin qarşısında qarşılamışıq. Diktator şüarları ilə. Və bütün Avropanın gözü qarşısında baş verir. Çuğundur kimi qızarmışdı kameraların qarşısında. Dili söz tutmurdu. Biz onu Xarici İşlər Nazirliyinin qarşısında da qarşılamışıq. Biz onu Berlində qaldığı otelin qarşısında da qarşılamışıq. İlham Əliyev bu qarşılamalardan, bu etirazlardan təngə yığılıb, boğaza yığılıb. Qorxur həm də. Bu aksiyalardan İlham Əliyev qorxur. Bu aksiyaçılardan İlham Əliyev qorxur. Onun qorxusunun nəticəsi idi ki, Emin Hüseyn, bu insident təzəliklə baş verib, Emin Hüseynovu qətlə yetirmək, Emin Hüseynova xəsarət yetirmək üçün onun yaşadığı Cenevre şəhərinə qatillər göndərir. Bu qorxunun hesabındadır ki, Vaşinqtonda mühafizəçiləri etiraz aksiyası keçirən insanlara hücum edir. İlham Əliyev hakimiyyətin son günlərini yaşadı, son illərini yaşadı. Çox gözəldir. Üstəlik də Alyona Əliyeva haqqında Mehman Hüseynovun apardığı araşdırma, onun yaydığı video görüntülər bu adamın hakimiyyəti mənəvi cəhətdən məhv edir. Mənəvi cəhətdən bu hakimiyyətin Azərbaycan xalqı üzərində heç bir nüfuzu, heç bir hörməti qalmıyor. Bu adamlar yalandan özlərini milli, mədəni, dini dəyərlərin hamisi elan etmişlər və məlum oldu ki, bunlar hamısı belə Azərbaycan xalqının başını aldatmaqdan ötürü. Əvvəldən də bizə məlum idi hər şey. Xalqa da məlum idi ki, bunların nə olduqları. İndi ümumiyyətlə tam çılpaqlığı ilə özünü göstərdi. İlham Əliyev qatildir. Dünənki hadisə İlham Əliyevin qatil olduğunun sübutlarından biridir. Mühafizəçilərini etiraz aksiyasının üstünə göndərən İlham Əliyev Vidadi İskəndərliyin Fransada qətlə yetirib. Bayram Məmmədovu Türkiyədə qətlə yetirib. Hüseyin Bakıxanovu Tiflisdə qətlə yetirib. Məhəmməd Mirzəliyə sui-qəsd edilib Fransada, Nant şəhərin mərkəzində 2 dəfə. Və Məhəmməd Mirzəli hadisəsinə görə ona yaxın İlham Əliyevin başkəsəni Fransada həbs olunub, üzərində məhkəmə prosesləri gedir. Bir hissəsinin məhkəmə prosesi başa çatıb, yerdə qalanların da may ayında məhkəmələrə başlayır. Berlində Orxan Ağayeva hücum edib. Nə qədər adamları oğruyub aparıb Azərbaycanda? Mənə aparıb, Rauf Mirqədirovu aparıb, blogerləri aparıb. İlham Əliyev indi də biz bilirik ki, İlham Əliyev Xarici Kəşfiyyat İdarəsinə Emin Hüseynov, Mehman Hüseynov, Qənimət Zahid, mən və digərlərinin fiziki cəhətdən aradan götürülməsi üçün göstəriş verir. Və bu məlumatların hamısında yaşadığımız ölkələrdə, Avropa Birliyində, biz hüquq mühafizə orqanlarında, xüsusi xidmət orqanlarında bu ölkələrin Avropa Birliyinin siyasi rəhbərliyində çatdırmışıq və faktlarımızı da vermişik. İlham Əliyev dünən bizə növbəti bir faktı verdi ki, o siyasi qətillərin sifarişçisidir. Vidadi İskəndərliyin də İlham Əliyev öldürür. Vüqar Rizanı da İlham Əliyev öldürür.
Bayram Məmmədovu da İlham Əliyev öldürüb. Əliyev qatildir. Və bu birmənalı şəkildə belədir. Ona yaxın xaricdə yaşayan fəalı, blogeri qiyabi şəkildə həbs edildi. Bir də hökmlər çıxardı. Qorxu mühiti yaratmaq. Və bu barələrində qiyabi hökm çıxarılan adamların bir çoxu İlham Əliyevin nəzarəti altındadır və onlar haqqında da fiziki cəhətdən məhv etmək, xəsarət yetirmək, şantaj etmək göstərişləri verir. Və İlham Əliyev Ukrayna müharibəsi sona çatana qədər həm ölkə daxilində, həm ölkə xaricində özünün rəqiblərini, siyasi müxalifətini, tənqidçi jurnalistləri, tənqidçi blogerləri tamamilə zərərsizləşdirmək, bunları şantaj etmək, bunları satın almaq mümkün olmadıqda fiziki cəhətdən məhv etmək barədə qərar qəbul edib, göstəriş verib. İlham Əliyev hesab edir ki, hamını məhv etdikdən sonra Azərbaycanda tək siyasi qüvvə özü qalacaq, Qərb, Avropa Birliyi məcburi şəkildə bununla dialoqu davam etdirəcəklər. Bunun da ailəsi, o debil yığınağı əbədi olaraq Azərbaycan xalqının üzərində hakimiyyətlərini bərpa edəcəklər. Olmayacaq belə şey. Bu mümkün deyil. 21-ci əsrdə bir ailənin uzun müddətli əbədi hakimiyyəti mümkün deyil. İlham Əliyevdə olmayacaq. Zaten İlham Əliyevdən sonra o da hakimiyyətdə gəlib oranı əldə saxlayacaq bir adam da yoxdur. Sadəcə olaraq fədakar insanlar, sadəcə olaraq qorxmaz insanlar, sadəcə olaraq Azərbaycan xalqının gələcəyini düşünən insanlar indi 4 dəhşətli dərəcədə baskı altındadır, ölüm təhlükəsi altındadır və bu ölüm baskı təhlükəsi altında belə İlham Əliyevin qarşısında geri çəkilmir. Azərbaycan xalqı da bu insanlar kimi İlham Əliyevə etirazlarını bilməlidir. Öz gələcəklərini, öz övladlarının gələcəklərini, öz həyatlarını biganə qalmamalıdırlar. Bunlar bir qrup adamdır, bir ovuc adamdır və qorxaq adamlardır bunlar. Biz İlham Əliyevin qorxaqlığını xaricdə görürük. Bax, Münhen Təhlükəsizlik Konfransına, Amerika Birləşmiş Ştatlarında çoxsaylı prezidentlər, dövlət başçıları, baş nazirlər gəlir. İlham Əliyev qədər sürü ilə ardınca mühafizəçi gətirən 5-6 maşınla səyahətə çıxan ikinci lider yoxdur. İkinci prezident yoxdur. Bu hamısı pulun çoxluğundan yox, qorxaqlığın çoxluğundan irəli gəlir. Qorxaqdır İlham Əliyev. Azərbaycan xalqı özündə təpər tapıb meydana çıxmalıdır. İlham Əliyev Azərbaycanda dövlət adına olan hər şeyi ləğv edir. Yoxdur Azərbaycanda dövlət. Azərbaycanda Əliyevlərin dərəbəyliyi var. Dərəbəyliyi var Əliyevlərin Azərbaycanda. Azərbaycan konstitusiyasına tüpürüb ayaqlar altına salıb İlham Əliyev. Konstitusiyanı öz xeyrinə 20 dəfə dəyişdirilib, qanunları dəyişdirilib. Cinayət Məcəlləsini öz xeyrinə dəyişir. Siyasi partiyalar haqqında qanunu öz xeyrinə dəyişir. Media haqqında qanunu öz xeyrinə dəyişir. Qeyri-hökumət təşkilatları haqqında qanunu öz xeyrinə dəyişir. İlham Əliyev öz ailəsinə uyğun konstitusiya yazıb, öz ailəsinə uyğun qanunlar yazıb. Və Azərbaycan Respublikası adında olan bir nəslə İlham Əliyevə ancaq xaricə getməkdən ötürü lazım. O ad, o bayraq, o gerb İlham Əliyevə Azərbaycan xalqının sərvətlərini talayıb xaricə satmağa, Azərbaycandan uğurladığı sərvətləri aparıb Avropada, Amerikada, digər ölkələrdə gizlətməkdən ötürü lazımdır Azərbaycan Respublikasına. Və İlham Əliyev bilsə ki, sabah o ölkənin adını dəyişib, Əliyevlər dərəbəyliyi qoysa və Avropa Birliyi, Amerika bu dövləti tanısa, bir gün Azərbaycan adını bizim dövlətimizin üzərində saxlamaz. Qorxaq adamdır və siz bu adamın qorxaqlığını bilirsiniz, görürsünüz. Ona görə özünüzdə təpər tapın. Öz azadlığınız uğrunda bu rejimə, Əliyevlər rejiminə etiraz edin. Bütün məsuliyyəti, bütün ağırlığı, bütün çətinlikləri bir qrup adamın üstünə yıxmayın. Bu fədakar insanlar haqqında bu Əliyevin yaydığı fitnə fəsada inanmayın. Mübarizəyə qoşulun. Bu adamları tək qoymayın. Tək qoymayın. Bu
oğru, qatil, yalancı rejimdən hamımız birlikdə qurtaraq. Sağ olun.